Sizi bugün güzel Azərbaycanımızın müstəqillik günüyle təbrik edirəm və böyük 2 dənə bayramımız olur. İkincisi bizim cəmiyyətin 44-lüyünə geçirik. Təbii ki, 43-lük qurtarmamışıq. Bu dünya Azərbaycanlılar bu cəmiyyətidir. Hər birinizə bir daha təşəkkür edirəm. Çünki bu nailiyyətlər, ölkə başçımız, silahlı qüvvələrimiz, başta olmaqla siz buradakı Azərbaycanlıların da səyi ilə nəticə gəlir. Burada möhkəm olmağımız, əl-ələ verməyimiz bizi daha da böyük missiyalara çağırır, daha da böyük nailiyyətlərə çağırır. Hər birinizi Azərbaycan Respublikasının müstəqilliyinin bərpası münasibəti ilə təbrik edirəm. Bu müstəqilliyin bərpası günü hər biriniz bilirsiniz ki, nə qədər çətin başa gəlir. Xalqımızın, övladlarının çəkdiyi zülüm, verdiyi qurbanlar, şəhidlərimiz, göstərdiyimiz siyasi iradə nəticəsində ərsəyə gəlir. Və artıq 34 ildir ki, Azərbaycan çox çətin bir yol qət edib, onun müstəqilliyinə görə üzərimizə qoyulmuş işğal, təcavüz məsələlərini kənarda qoyub və müstəqilliyini bərpa edən yeganə dövlətdir ki, ona qarşı edilən təcavüzün nəticələrini tamamilə aradan qaldırır. Sarsılmaz olduğunu, sədaqət və yaxın durun. Community, and it's our responsibility to keep building it up, nurture it, and make it even bigger and better. And it takes a lot. It takes a village to raise a village. And Çox vəziyyətlər çəkdilər, ondan sonra da o qədər işlərlər ki, buruna atılırlar da. İndi telefonlarıma da cavab vermirlər. gəlir. O yüzden biz Nəvanı seçdik. Mən qrup üzvlərini sizə təqdim etmək istəyirəm. Onları səhnəyə dəvət edirəm. Birincisi kanon sənətkarımız Jim Griffon'u dəvət edirəm, səhnəyə gəlsin. Çok güzel kanon çalandır, Ərəb musiqisinin ekspertidir. Biz Middle Eastern Ensemble'da, UCSB'de oluruq bir yerdə, University of California. Bizim dəf sənətkarımız, İranlı dostumuz Şiraz şəhərindən Arəş Bəhrululumi, gözəl sənətkar, yəni Los Angeles'te fərqli gruplar içində tanınmış bir sənətkar. Bizim səs sənətkarımız, müğənnimiz, bizim soydaşımız Cənubi Azərbaycandan, Qoşaçay şəhərindən olan Məhdiyə Malikini dəvət edirəm. Bizim əziz dostumuz, gözəl sənətkar və udda bizimlə birlikdə ifa edən, çox yaxşı ud çalan Larry Klein, bizim dostumuz. Türkiye'de 15 yıl Türkiye'de musiqi işlə məşğul olur. Çok gözəl Türkçe danışır. Amerikalı olduğuna baxmayaraq gözəl Farsça da danışır. Yəni çox yaxşıdır dil mövzusunda. Və mən əmin soyadım Məhinidir. Kamançada ifa edeceğim bu günleri ve buyurun dinleyin. Bizim günleri hiç koymadılar.
dostumuz Sintizatsır'da ve Garmon'da dostumuz, bağışlasın ben unuttum. Xaqani Bey dəvət edirəm, təşrif buyursunlar səhnəyə. Çox sağ olun. Nəvai nuşur şəhnazın da şur ilə nəvalansın. Qəmin olmaz sənin hacı, qəmin olmaz sənin hacı. Qəmə qəmxar olan yerdə, xüsusən zövq alan Arif, muğamat var olan yerdə. Çox sağ olun.